Ben tədbirlərdə, iclaslarda, Respublika səviyyəli müşavirələrdə deyirdim ki, İsmail'in bir nömrəli məktəbi Azərbaycanın bir nömrəli. Qabının kollektivin köməkliyi ilə təsdiq elədik Senat Prezidentin keçirdiyi müsabiqədə Azərbaycanda birinci yer tutalım. Bugün Şəfət müəllimliyə müəllim kimi böyük təşəkkürümü bildirirəm. Belə bir gözəl riyaziyyat gecəsini ərsəyə gətirdiyinə görə. Heç mən bilmirdim ki, riyaziyyata aid bu qədər şeirdir. Bu qədər. Bu şeirdə kimlər yazıb. O görmüş onun riyaziyyatçılar özü yazıyor. Çünki onu riyaziyyatçılar bilərdi. Və belə bir tədbirimizdə bugün Azərbaycanın tarixli riyaziyyatçıları var. Lütfuzadənin adını səhməmək düzgün olmaz çünki o öz dövrü zamanəsi üçün, müasir dövr üçün Eymişdə ilə güclü bir insan bugün o Azərbaycanın Fəxri Xiyabanında buluyor. Və bu məktəbdə həmişə riyaziyyat aparıcı yer tutub. Salih müəllim rəhmətli bu məktəbdə işləyib uzun müddət. Rəhmi müəllim, Amiz müəllim məktəbi həmişə azman pedagogları sırasında olur. Və biz həmişə, mən bu məktəbdə direktor işləyəndə riyaziyyatı ən çox müzakirə edildiğimiz fərq olur. Bu belə mötəbər məclisdə deməsəm olmaz. İradə müəllimiyə bir dəfə xahiş elədim ki, riyaziyyatın tədrisi ilə əlaqədar bir yazı hazırlasın, məsələ hazırlasın. Bütün siniflərdə tapşırıqlar, kontrol işlər verilmişdi və onda deyir, özünə təhdil eləməmişdim. İndi deyirəm ki, bəlkə də işlədiyim bütün dövrdə ən güclü bir arayış idisi iradə müəllim obyekti onun işləyib verilmişdir. Rəhmətli Cavad müəllim deyərdi ki, metod kabineti müdürü olacaq. Riyaziyyatçıların hazırladığı bütün tədbirlər ən güclü tədbir olur. Çünki onlar məntiqə əsaslandır. Məktəbin rəhbərinə təşəkkür edirəm. Belə bir mötəbər tədbirini ustadımız Cavad müəllimin xatirəsinə əsr etdiyinə görə. Mənim Cavad müəllim haqqında xatirələrim çoxdur, amma burada vaxt darışqanlığının istifadə eləmək olur və üzr istəyirəm ki, çox danışdım, hamımızı bəlkə yoxdur. Təşəkkür ederim Şəfət müəllim. Bir daha çox sağ olun. Sən bu məktəbdə hamıdan sağ olun. Ben danışım başlamak istemiyorum. Onlar ben Afrika'da da bu məktəb istifadəyə verilənə mən verilsin. Və ilk qarşısında bizim məktəb oldu. Salihələr altı səhvlərində Cavad Anı Akademiyasında deməlisiniz. Cavad Anı'nın 18 saat astronomi dərsindeydi. Ben 30 yıl astronomi dərsində düşən və Salih Azim dedilərində düşən uşaqlarına nəsil verirəm. Yani o belə bir məndiridir, adı rəhmətəsi. Onun bu tədbiri aziyadlara, onun iç təşkilatçılar. Şimdi azazlı zəhmət varsa qazanlar, özləri təşəkkür edirəm. Çox sağ olun. Bu keçmişdə qiymətli. Gündalarda maşınları sesim yokmuşdu. Samsun olanlar ve güzellerimiz görsel şakalarda başlanlar. Onlara yakın cedveller karşılarda da sözler. Gözler şakaları. Her şey aslında. Yarısına yorulmalar. Riyaset psikologista çekmeden sebeplerden riyaset psikologlar. Orada sözü yok. Yani ağlayı da verecek. Ses psikologlar aldı. Çok sağ olun. Çok sağ olun. Lütfen çok köşede koymaktan çalıştım aranızda. Çok sağ olun. Ben de çok baktım. Çok severdim. Teşekkür ederim. Çok sağ olun. Gündüz abi çok sağ olun. Bize göre. Şarkılarla bir olmalı da. Şarkılarla 3 yaşından tanıyorum ben. Evlendim 3 yaşında. Getirip bana çay verin. Özellikle esasla bu devre üstüne dağıldı. Onun tedbirler. Ondan gördüm ki
çox fəal idi. İndi 50 il mən də məktəbdə işləmişəm, məzun olmuşam. Burada direktor olanda da həmişə dərs demişəm. Dərs deməkdən zövq almışam, həmişə. Ruhu şad olsun Cavab müəllimin. Cavab müəllimin bizim yetişmələrimizdə bu emeği var. Mən də bir nömrəli məktəbdə bir müddət təhsil almışam. Mənim düzdür müəllimim quru müəllim olur. Amma sonradan Cavab müəllimin metod kabinet müdürü olanda məni həmişə diqqətində saxlayır. Bir epizodu demək istəyirəm. Daha doğrusu çox bir birine demək istəyirəm. Yəni o dövrü müəllimləri, o dövrün pedagogları, o dövrdə obyektivliyi demək istəyirəm. 3 nömrəli məktəbdə açıq dərs təşkil olunmuşdu 10-cu sinifdə. Onda 17 idilər, bilirsiniz. Ziba müəllimlərin orada açıq dərsi var. 70-ci illərin belə axırları idi. İli yadımda deyil, ya 77 idi, ya 78 idi. Mən də bu metod qıyam maraqlanırdım, daha doğrusu aspirantur yazılmışım. Sıra müəllimə iştirak edirdi, Cavab müəllimə iştirak edirdi və bütün